Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə magistratura az təhsil mərkəzində keçirilmiş sonuncu mövzu sınaq imtahanının rus dili fənni üzrə sualların izahını verəcəm. İlk növbədə bizim ilk 5 sualımız dinləmə mətninə aiddir. Dinləmə mətnimiz şahmatın yaranması tarixi haqqındadır. Gəlin dinləyək və dinləyərək suallarım cavablandıraq. Натаван, давай сыграем в шахматы. Хорошо, Фархад, давай. Я удивилась, когда узнала, что эта игра появилась в Индии. Почему же? Я считала, что ее придумали в Европе. Türkiye удивилась, когда узнала, что эта игра появилась в Индии. Mən təəccübləndim biləndə ki, bu oyun Hindistanda meydana gəlib. Ona görə də bizim sualımızın cavabı C variantında Hindistan'da. Угу. Понятно. В отличие от места возникновения, о времени появления игры нет точных сведений. Все же ученые пришли к выводу, что шахматы возникли в первом веке нашей эры в Северной Индии. Yenə də qeyd edir ki, ученые пришли к выводу, yəni alimlər belə bir qərara gəldilər ki, Hindistanda meydana gəlmişdir şahmat oyunu. На самом деле, современные шахматы произошли от другой игры, которая называлась чатуранга. Позже она начала называться чатураджа. А какое значение у этого слова? Игра четырех царей. Есть еще очень древняя легенда об одном умном крестьянине. İkinci sualın da cavabını mən sizə işarələdim və göstərdim. Интересно, какая? Однажды этот крестьянин пришел к королю и рассказал о новой игре. Игра заинтересовала короля. Крестьянин мог бы рассказать о своей игре более подробно, но взамен он попросил короля выполнить одно условие. И какое же условие это было? Положить на каждую клетку шахматной доски зерно с таким учетом, чтобы с каждым разом количество зерен увеличивалось в 2 раза. Я не совсем понял. То есть на первую клетку 1 зерно, на вторую клетку 2 зерна, на третью клетку 4 зерна и так далее. А что на это сказал король? Он рассмеялся и сказал, что без труда выполнит это условие. Он приказал открыть царский амбар, позвал слуг. Все начали подводить подсчеты и поняли, что выполнить данное условие невозможно. Почему невозможно? Потому что такого количества зерен нет на всей планете. Король не выполнил условие. Значит, почему корol не выполnил условия? Niyə şərtini, kəndlinin şərtini yerinə yetirə bilmədi? Çünki deyir, bu miqdarda deyir, dən hətta deyir, dünyada belə yox idi və eyni məna deyir, hətta deyir onun anbarında bu qədər yox idi miqdarda və dünyada da heç yox idi. Ona görə də bizim cavabımız 4-də D variantıdır və sonuncu sualımızın cavabı. Что тогда сделал крестьянин? Он не расстроился и объяснил все досконально об игре шахматы. А в награду король отдал запасы зерна из амбаров крестьянину, который разделил его поровну на все свое село. Yəni bütün kəndinə payladı həmin aldığı miqdarda buğdanı. Deməli, növbəti mətnimiz xameleon adlanır. Deməli, bu mətni cümlə-bə-cümlə tərcümə etməyə çalışacağım, çünki suallar məzmun haqqındadır daha çox. Deməli, bazar meydanında polis deməli nəzarətçisi Açumelov və deməli Aha. Deməli, bazar meydanında polis nəzarətçisi Açumelov və şəhər polisi, Qaradavoyan şəhər polisi deyə bilər, Yıldırım gedirlər və birdən qışqırıq və it ulaması səsi gəlir. Deməli, odun saxlanılan yerdən bir tacir Piçugin Sklada drov kupca. Piçuginin deyir, odun saxlanılan həmin o yerindən, anbarından, deməli odun anbarından 3 ayaqlı bir it çıxır.
Hansını ki ardınca deyir, yarı sərxoş bir kişi qaçırdı, hansı ki islanmış köynəkdə idi və açıq bir jiletdə idi. Deyir, qəzəblənmiş həmin o kişi iti arxa ayaqlarından tutmuşdu. E, Səsküy deməli ətrafdakıların diqqətini cəlb etdi və tezliklə insan kütləsi toplandı. Aşumilov qərar verdi ki, baş vermiş hadisənin səbəbini aydınlaşdırsın və yaxınlıqda deməli darvazaların yanında, deməli anbarın darvazasının yanında həmin o kişi dayanmışdı. Sağ əlini yuxarı qaldırmışdı və kütləyə göstərirdi öz yaralı qanlı barmağını. Aşumilov deməli tanıdı ki, bu e, qızıl işləri görən ustadır. Xrukindir. Deməli, kütlənin mərkəzində isə qorxmuş, gənc, balaca, ağ bir it balası, küçük, deməli, oturmuşdu. İti bir, deməli, ağzı var idi və onun kürəyində parlaq belə bir xalı var idi, ləkəsi var idi. Xrukin aydın şəkildə polis nəzarətçisinə izah elədi ki, onun barmağı gözlənilmədən it tərəfindən, həmin it tərəfindən dişlənilib. Onun işi çox çətin olmadığından o indi deyir barmağını tərpədə bilmirdi və o kompensasiya tələb edirdi. Hı -hı. Açumelov başladı deməli məsələni müəyyənləşdirmək ki, bu kimin itidir və deməli o deyirdi ki, itin deməli sahibini ştraf eləyəcək, yəni ondan tak və heyvanın özünü də öldürəcək. Unичтожить, yəni məhv edəcək, öldürəcək. Və kütlədən kimsə bir nəfər dedi ki, bu general Jıgalovun itidir. Açumelov bir qədər fikirləşdi və qərar verdi ki, paltosunu çıxartsın, sonra deməli atıldı Xrukinin üstünə və onu günahlandırdı ki, yəqin ki, o deyir mismarla öz əlini deşib və hər kəsə yalan danışıb. Deməli, şübhə edərək həmin o şəhər polisi bildirdi ki, yəni generalın belə iti yoxdur. Onun bütün itləri cins itlərdir, ov itləridir. Açmelov elə bu andaca öz fikrini dəyişdi. Xrukinə məsləhət gördü ki, bu işi belə qoymasın və itə cəzalandırsın. Amma kütlədən kimsə yenidən dedi ki, yox, heyvan yenə də şotu ki, generalın itidir. Açmelov üşüdü belə, paltosunu geyindi və Xrukinə əmr elədi ki, deməli, əmr elədi ki, iti generalın yanına aparsınlar. Yoldan keçən deyir, generalın aşpazı Proxor belə məlumat verir ki, it 100% generalın iti deyil. Və Oçmelov yenidən əmr verir ki, heyvanı məhv etsinlər, öldürsünlər. Amma Proxor deyir ki, it generalın qardaşına məxsusdur. Açumelov elə bu dəqiqəcə başlayır itə, küçüyə, yəni çox belə diqqətlə, əzizlərlə yanaşmağa və həmin o aşpazdan xahiş edir ki, onu götürsün. Kütlə Xrukinə gülür və mən hələ deyir, gəlib sənə çatacam. Açumelov ona deyir, yəni sən məndən hələ gözləmə, mən sənə də gəlib çatacam. Açumelov deyir ona və öz şinelini, paltosunu yəni bağlayaraq öz yoluna davam edir bazar meydanı ilə. Belə bir hekayədir. 6.1-ci sualımızda deyir ki, hekayəni humoristik hekayə kimi qiymətləndirmək olar. Bəli, doğrudur, verna. Görürsünüz, humoristik hekayədir. Sentral, deməli, hekayənin mərkəzi mövzusu podxalimsə, yəni yaltaqlıqdır. Bəli, doğrudur. Çünki burada generalın iti olduğunu bildiyi zaman o başqa cür davranır itə. Amma generalın iti olmadığını düşündüyü zaman isə başqa cür davranır. 6-cı abzasda ifadə olunan cümlə deyir atalar sözüdür. 6-cı cümlədə üzr istəyirəm.
Очумело в узнаванием мастера золотых дел. Ne deyir? Является пословицей. Atalar sözü deyil, xeyr. Master zolotых dел atalar sözü deyil. Выделенное слово üçüncü cümlədə işarələnmiş deməli söz birləşməsi isə həqqi mənada işləmişdir. Bəli, həqqi mənada işləmişdir. Açıq jilet, yəni jiletin önü açıq idi. На какой вопрос нет ответа в тексте? Hansı sualın cavabı yoxdur? Harda baş verir hadisə? Bazar meydanında. Açumelov kim idi? Polis nəzarətçisi idi. Niyə müəllif hekayəni Xamilyon adlandırıb? Bəlli məsələdir. Çünki Açumelov öz gah belə dəyişirdi, gah belə dəyişirdi. Xamilyon kimi rəng dəyişirdi. Niyə əsərin qəhrəmanı öz fikrini tez-tez dəyişir? Çünki yaltaqlıq edir, yəni vəzifəli şəxsə qarşı. Və kim Xrukini sakitləşdirməyə başladı? Orada Xrukini sakitləşdirən yox idi. Ona görə də bunun cavabı yoxdur bizdə. 8-ci sualda каких людей Чехов смеет на рассказе? Deyir, hansı insanları Çexov deməli Çexov onları deməli hansı insanlara gülür, hansı öz hekayəsində Xəmilyonda. Və burada cavabımız əlbəttə ki, öz situasiyadan asılı olaraq öz fikrini dəyişən insanları, меняющие свое мнение в зависимости от ситуации. 9-cu sualda digər variantlarda mən tərcümə edim. Deməli, axmaq və təsirsiz insanlar A variantıdır. C variantı istənilən situasiyada haqlı olduqlarını hesab edən insanları, ikiyüzlü insanları, öz xeyrinə görə aldatmağa hazır olanları və Y variantında dövlət məmurlarını. 9-da hansı atalar sözü hekayənin deməli məzmununa uyğundur? Доброго держись, а худого удались. Deyir, yaxşıya yaxındır, yəni yaxşından bərk yapış, amma pis şeydən uzaqlaş. Svet не без добрых людей, yəni dünyada yaxşı insanlar da var. Dünya yaxşı insanlarsız deyil. От доброго жития толстеть, от дурного худеть. Deyir, yaxşı yaşayışdan insan kökələr, amma pisdən arıqlayar. Где ветер дует, туда и клонится. Deyir, külək hara əsir, hansı tərəfə əsirsə, o tərəfə də əyilir. Yəni bu burdadır. Fikrini o yan bu yana dəyişir. Да его калачом, а он меня в spину кирпичом. Kalaç deməli deyir, mən ona çörəklə gəlirəm. Kalaç belə çörəyin formasıdır, yumru. O isə deyir, mənim kürəyimə kərpiçlə vurur. Yəni bunun aidiyyatı yoxdur, xəyanətlə bağlı bir atalar sözüdür. Ona görə cavabımız D-dir. Onun sualın cavabı Onun sualın cavabı рассказ включает неверное утверждение. Deməli, hekayədə çox az deməli personaj var nəzərdə tutulur. Bəli, azdır da, yəni orada polis nəzarətçisidir, Qaradavoy Xryukin. Hekayə gündəlik situasiyanı, bəli, hansısa bir gündəlik, qısa bir müddət əhatə edən situasiyanı əhatə edir. Bu da düzdür. Çexov göstərmək istəyir ki, insan istənilən situasiyada gərək ədalətli davransın və eyni bir pozisiyanın tərəfində olsun. Bu da doğrudur. Yəni bunlar var. Dördüncü, основная мысль рассказа заключается в первом абзаце. Deyir ki, hekayənin əsas məğzi birinci abzasdadır. Xeyr, birinci abzasda sadəcə orada təsvir olunur ki, bazar meydanında gəzirlər və belə bir situasiya baş verir. Əsas elə axırındadır. В рассказе Чехов смеет людей подобно Хрюкину. Deyir, hekayədə Çexov Xryukinə bənzəyən insanları tənqid edir. Halbuki Xryukina yox, Açumelova bənzəyənlər. Ona görə 5-də bizə aidiyyatı yoxdur. Növbəti mətnimiz deməli suallarla, bu dəfə suallarla tanışıq, çünki burada mətnin içərisində biz göstərə bilərik cavabları. Deməli, rasion домашних животных очень разнообразен. Burada sırf xaryoklar nəzərdə tutulur. Bunlar Azərbaycan dilində tərcüməsi safsar kimi tərcümə olunur. Heyvan növüdür. Deməli, deyir, evdə yaşayan həmin xaryokların, yəni ev xaryoklarının rasionu çox zəngindir. Deməli,
Значит, deməli, deyir, əgər xorek deməli azadlıqda yaşayırsa, onun rasionunda həm deyir gəmiricilər var, həm həşəratlar var, bəzən kiçik quşlar var. Yəni bu zaman rasionum bəli, zəngindir. Amma deyir, ev şəraitində onu belə bir rasionla təmin etmək çətindir. Ona görə də onu qida ilə təmin etmək üçün onu elə qidalarla təmin etmək lazımdır ki, onun daxilində həm proteinlər, həm də yağlar olsun. E, Deyir, təbii qida ilə əgər təbii qidadan istifadə etsəniz, edən sahiblərinə, yəni heyvanların sahiblərinə çətin olar düzgün rasionu seçmək. Ona görə yaxşıdır ki, onlara hazır qidalar versinlər. Hazır qidalar zamanı müxtəlif olmur. Yəni eyni bir korumla qidalanır heyvanlar. Ona görə 11.1 cavabı неверно. При отлучении из дома хозяину лучше взять фретку с собой. Xeyr, burada qeyd olunub ki, deməli, hmm, mhm. Burada qeyd edib ki, əgər siz mənzili bir neçə saatlıq tərk etmək istəyirsinizsə, yaxşı olar ki, onu kletkaya qoyasınız. Yəni özünüzlə aparasınız deyə bir cümlə yoxdur. Ona görə də 11.2-nin cavabı неверно. Фредки прекрасно уживаются с кошками и собаками. Bu var, bəli. Bu bizdə var. Deməli, itlərlə, pişiklərlə çox yaxşı yola gedirlər. Yəni digər heyvanlarla çox yaxşı yola gedirlər. Вот. Клетки прекрасно уживаются с другими животными. Вот. Bu ona görə vernadır cavabı. 11.4. Домашних условиях только фредки бывают активными. Bir ev şəraitində ancaq fredkalar aktiv olur. Xeyr. Deməli, xeyr, belə bir cümlə ümumiyyətlə yoxdur. Ona görə də biz bunu neverin olaraq götürürük. Aktivliyi ilə bağlı. Sonra növbəti sualımız deməli, növbəti sualımızdakı söz evcilləşdirilmiş deməkdir. Yəni ev heyvanı deməkdir. Dom sözündən, damaşnik sözündəndir. Və burada bizim bu sözün соответственно, yəni uyğun olaraq həm antonimini, həm sinonimini istəyir. Birinci biz bu sözə deməli sinonim, daha sonra antonim seçməliyik. Adamaşinin sözünə sinonim olacaq D variantındakı söz sinonimi eyni şəkildə ruka sözündəndir, yəni ələ öyrəşdirilmiş, evcilləşdirilmiş və deyir ki, vəhşi. Vəhşi sözüdür. Ona görə bizim cavabımız D-dir. A variantındakı sözlər meşəyə aid, meşədə yaşayan. Bu da yenə vəhşi deməkdir, amma birinci sözümüz uyğun gəlmir. Ev heyvanı bu antonim olaraq bizə uyğun gəlmir. Ev heyvanı yenə eyni sözlərdir, antonim olaraq uyğun gəlmir. Yenə ruchnoy sözü bizdə və adamaşinin yenə də bizdə antonim, sinonim və antonim kimi uyğun gəlmirlər. Deməli, 14. Mətnin məzmunu, hansı ifadə mətnin məzmununa uyğun deyil? Для полноценного сна рекомендуется установить гамак, где Фредка может подремать. Для полноценного сна значит, свободолюбивые. Deməli, burada qeyd edib ki, для кратковременного отдыха, yəni qısa müddətli istirahət üçün qamaq qoymaq olar. Aradakı o mürgüləyə bilər. Burada isə yazıb ki, tam yuxu üçün. Ona görə A variantı ilə bizdə uyğun gəlmir. 15-ə deyir, hansı sualların cavabları var? Niyə fredkalar gecə aktiv olurlar? Burada isə qeyd edib ki,
Deməli, hmm, tak, значит, gecə aktiv olurlar. Hı -hı. Baxmayaraq ki, deməli, deyir, ondan asılı olmayaraq ki, vəhşidir ya hətta ev nümayəndəsidir, evcilleşdirilmiş nümayəndədir. Bu heyvanlarda deyir, gecə aktivliyi özünü göstərir. Lakin niyə gecə aktiv olduqları haqqında heç bir şey yazmayıb. Ona görə bizim bu sualımıza cavab yoxdur. Какие вещи любят спрятать фредки? Deyir, hansı əşyaları sevirlər gizlətməyə fredkalar? Hmm, Любые предметы, istənilən əşyaları, sonra забытые вещи, hardasa qoyub unutduğunuz şeyləri götürməyi, gizlətməyi sevirlər. Bunun cavabı bizdə var. 15-ci sualda почему хорьки считают с хищниками? Niyə onlar vəhşi heyvan hesab olunurlar? Var, ümumiyyətlə. Bəli yazır, amma ki, evcil növləri də var. Vəhşi növlərdir, amma niyə belə hesab olunurlar? Bu haqda məlumat yoxdur. За какие качества владельцы считают фриток интеллектуальными? Nəyə görə onları intellektual hesab edirlər? Bunun cavabı var. İntellektual hesab edirlər. Niyə? Onlar deyir, yaşadıkları yeri yoxlamağı sevirlər və öyrənməyi sevirlər. Hara ki, çətindir gedib çıxmaq. Yəni ki, tapa bilirlər yerləri. Yerlər onlara maraqlı olur. Ona görə. Belə. Sonra və когда Фредка проявляет агрессию, агрессиyanı nə vaxt göstərir? Фредка редко проявляет агрессию, не нападает хозяина. Amma deyir, bu o vaxt baş verə bilər ki, əgər öz təhlükə hiss etsə, təhlükə hiss etdiyi zaman deməli aqressiya göstərə bilər. Buna görə də 2, 4 və 5-ci sualların cavabı bizdə var. 16-cı sualda deyir, atalar sözlərindən birinin mənası heç bir şey əziyyətsiz və səssiz əldə oluna bilməz. İki qoçun başı bir qazanda qaynamaz bizim o atalar sözüdür. Deyir ki, ayı bir yuvada yaşaya bilməzlər. Həyat yaşamaq düzənlik keçmək deyil, yəni həyat yaşamaq çətindir mənasındadır. İqra не стоит свеч deyir, oyun şama dəymir, yəni şama dəyməz. Yəni ki, dəymir heç bir şey, yəni etdiyi bir şey nəyisə dəymir, elə deyilir. Conchal Delo Gülay Smel'dir. İşi bitirsənsə sərbəst kəsə bilərsən. Yəni birinci işi bitirməyin önəmlidir. Və Bestroda не выложил Bestroda hərfi tərcüməsi deyir, əməksiz sən göldən balıq tuta bilməzsən. Yəni nəyisə könlü balıq istəyən quruq suda olar. Bu ifadədir bizimki. Və 17-də bizdən sözün səhv izahını istəyir. Miniatürni balaca deməkdir. Zor ki, yaxşı görən düzdür. Nə olursa olsun, nəyin bahasına olursa olsun mütləq şəkildə. Korka çörəyin və yaxud da ümumiyyətlə nəyisə üst qatı, xırçıltılı qatına deyilir. Saray isə biz bildiyimiz böyük, belə əzəmətli bina deyil. Saray əslində evlərin deməli ambar kimi bir yerdir. Saray ambar kimi bir yerdir. Yəni bəzi əşyaların saxlanılan yeri və s. bu deməkdir saray. Отличающееся слово burada uqalovnik canlıdır. Qalan sözlər isə cansızdır. Ona görə uqalovnik sözü fərqlənən sözdür. Uqalovnik deməli Uqalovnik deməli cani deməkdir, canlıdır. Çaynik bilirik. Palovnik çömçədir. Sonra podyomnik nəsə qaldırıcı, məsələn qaldırıcı kran və s. ola bilər. Svitilnik isə çıraq deyə bilərik və yaxud da işıq mənbəyi hər hansısa bir və s. 19-da bizdən soruşur ki, hansı cümlədə söz birləşməsi həqiqi mənada işlənib? Deməli, təmiz qəlb, yüngül xasiyyət məcazi, ağır baxış məcazi, güclü sözlər məcazi, boz gözlər həqiqi mənada işlənib. Və 20-cidə biz mətn qurmalıyıq. Mətn 3-cü cümlədən başlayacaq.
Tülpanın deyir vətəni İrandır. İrandan deyir həmin bir gül Türkiyəyə, Türkiyədən isə bütün Avropaya yayılmışdır. 18-ci əsrdə gülü deyir Hollandiya aparanda hər kəs onun gözəlliyinə heyran qalmışdı. Belə o vaxtdan bəri Hollandların ən sevimli güllərindən biri olur bu çiçək və bu dumanlı, bu öz dumanlı ölkələrində Hollandlar deməli tülpanların ən nadir növlərini yetişdirməyi, həmin bu cənub çiçəyin ən nadir növlərini yetişdirməyi öyrənirlər. Sonra qədim deməli Qaqa şəhərində bir kasıb gül yetişdirən şəxs tülpanın çox qeyri-adi bir növünü qara tülpanı yetişdirir və gül elə deyir, elə təəccübləndiricidir ki, ona hətta dünya müxtəlif tərəflərindən baxmağa gəlirdilər. Bu qədər.